Salam dostlar, əhvalınız necədir? Bəzi dostlarımızın əhvalı heç də yaxşı deyil. Əhvalınızın yaxşı olması üçün maraqlı bir məşğuliyyətiniz olmalıdır. Hansı ki, asudə vaxtlarınızda əylənərək görə biləcəyiniz bir məşğuliyyət. Fikirləşək, idman etmək, kitab oxumaq, rəqslə məşğul olmaq, müxtəlif əl işləri hazırlamaq, ailənizlə birgə maraqlı bir kino izləmək və s. Bu siyahını xeyli uzatmaq olar. Əziz valideynlər, uşaqların asudə vaxtlarının səmərəli təşkili sizin nəzarətiniz altında olmalıdır. Siz öz övladınızı yaxşı tanımalı, onların nədən xoşlandığını yaxşı bilməlisiniz. Kiçik yaşlardan övladlarınızı müşahidə etməli, onların maraq dairəsini aşkarlamalı və təbii ki, onlara bu istiqamətdə yardımcı olmalısınız. Məni narahat edən bir məsələyə də toxunmaq istərdim, əziz valideynlər. Aranızda elə valideynlər var ki, uşaqlarını onların istəmədikləri fəaliyyətlərə yönləndirirlər və yaxud da sevdiyi bir işdən uzaq tuturlar. Çalışmaq lazımdır ki, onlar sevdikləri fəaliyyətlə məşğul olsunlar. Belə, indi də istərdim sizin asudə vaxtınızda çəkib bizə göndərdiyiniz şəkillərə baxaq. Çox sağ olun uşaqlar, buyurun gəlin əyləşin, afərin hər birinizə.
Uşaqlar, rəqsə görə minnətdaram. Çox sağ olun. Hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Əziz televiziya tamaşaçılarımız, studiyamızın qonaqlarını təqdim etmək istəyirəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi 8-ci qrant müsabiqəsinin qalibi LM Clubs layihəsinin müəllimləri, şagirdləri hal-hazırda qonağımızdılar və ayrıca olaraq təqdim edeyim. Yanımda oturduğunuz bu gözəl xanım Quba Fizika, Riyaziyyat və İnformatika Təmayül Liseyinin təlim-tərbiyə üzrə direktor müavini, eyni anda LMS qrupunun, yəni bu layihənin moderatorudur. Xoş gəlmisiniz. İncəsənət sahəsində böyük əməyi olan, sevə-sevə bu işlə məşğul olan rəqs müəllimi, bu gözəl balalara gözəl rəqslər öyrədən rəqs müəllimi Akif Fərəczadə, xoş gəlmisiniz. Quba Fizika, Riyaziyyat və İnformatika Təmayül Liseyinin fiziki tərbiyə müəllimi və eyni anda layihənin rəhbəri Telman Məhərrəmov, xoş gəlmisiniz. İlk olaraq istərdim elə layihə haqqında məlumat verəsiniz tamaşaçılarımıza. İlk olaraq sizə minnətdarlıq bildirirəm ki, həm sizə və həm kanalımızın rəhbərliyinə bizi burada dəvət etdiyinizə görə. Deməli, LM Clubs bildiyiniz kimi hər il Elm və Təhsil Nazirliyi qrant müsabiqələri keçirilir. Biz də qərara gəldik, məsləhətləşdik. Keçən ildə qalib gəlmişdim mən 7-ci qrant müsabiqədə. Orada fərqli bir şeydi, idman sahəsində idi. Bu ildə qərara gəldi ki, şagirdlərimizin asudə vaxtını idarə etmək üçün. Yəni, biz şagirdlərin arasında ünsiyyət yaransın deyə 5 klub fikirləşdik. 5 klubdan biri rəqsdir, gördüyünüz kimi, biri İngilis dilidir, sonra gedir dram dərnəyə gedir, sonra tərs mühəndislər STEM layihəsidir, bir də voleybol. Bunların uşaqlara biz sorğu apardıq liseyimizdə və sorğuya əsasən uşaqlar hansı klubu seçdilərsə onu qəbul etdilər. Və layihəmizi biz tərtib elədik, moderatorla birlikdə hazırladıq, göndərdik və qalib gəldik. Təbrik edirəm. Sağ olun, çox sağ olun. Həm 8-ci qrant müsabiqənin qalibi olduq. İndi təfərrüatını da inşallah moderator sizə izahlayır. Buyurun Təranə xanım. İlk növbədə sizə təşəkkürümüzü bildiririk. Bizə şərait yaratdınız kanal tərəfindən. LM Clubs'un ilk növbədə açıqlamasını vermək istərdim. LM Clubs'un adının açıqlanması Leisure Management ingilis dilindən tərcümədə asudə vaxtın idarə olmasıdır. Və bizim uşaqlar bilirsiniz ki, fizika, riyaziyyat, təmayül lisey, yataqxana tipli liseydir. Bizdə həm tədris alınır, həm yataqxanamız var. Və həmin uşaqların asudə vaxtını idarə etmək üçün keçən illər biz 7-ci qrant müsabiqədə Fit Campus layihəsindən qalib gəlmişdik. Onda yataqxanada qalan oğlanların asudə vaxtını idarə eləmişdik. Bu illər biz geniş götürdük. Artıq tək yataqxanada qalan oğlanlarımız çox bütün liseyi nəzərə aldıq. Bilirsiniz ki, 400-ə yaxın şagirdimiz var. Sorğu keçirdik, müxtəlif maraq dairəni əhatə edən və uşaqlarımız hər öz maraq dairəsinə görə seçim elədi. Seçimdən sonra biz onlara seçimləri müəyyən meyarlara görə imtahanlar keçirdik və hər öz klubunu seçdi. 5 klubumuz var, 5 qoldan işləyirik. Rəqs klubumuzdur, bu gözəl qızlarımız rəqsimiz bir hissəsidir. Ondan başqa tərs mühəndislər klubumuz var, STEM dəstənin tətbiqidir. Yəni, sadə desəm, söküb yığanlar. Müəyyən bir aləti sökürlər, sonra ona yeni bir alət cihaz edirlər və bu yaxınlarda sərgi ilə biz bunu tamamlayırıq. Ondan sonra dram mütaliə qrupumuz var, kalama klubumuz var. Orada daha geniş, daha dərindir. Onlar müəyyən bədii əsərlər oxuyurlar. Hər öz aləmdə, öz daxil dünyasını onu qavrayır. Sonra gəlib debatlar təşkil edirlər. Həftədə bir dəfə və sonunda həmin o bədii əsərlərdən səhnəciklərlə tamaşa ilə ümumilikdə izahatını verəcəklər. Çox maraqlıdır. Digər klubumuz ingiliscə danışan klubumuzdur. O klubumuzun maharəti tamam fərqlidir. Onlar asudə vaxtdan necə idarə edirlər. Həyatı bir mövzular qoymuşuq və müəyyən bir situasiyaları öz maraq dairəsinə uyğun olaraq və ya təsadüfi seçərək ingiliscə danışırlar. Və son olaraq idman klubumuz. Biz ümumiyyətlə idman klubu açıq qoymuşduq sorğuna ki, baxaq qızlarımız çox seçici olanlar. Qızlarımız daha maharətli oldu. Bəli. Voleybolda qızlar seçdi, çoxlu da qızlar oldu. Yəni biz onu açıq qoymuşduq. Düzdür desəm yazanda. Voleybol üzrə yarış necə oldu? 80 şagirdi əhatə edir. Həftədə bir dəfə olmalı yarışlarımız keçirir və sonunda elə planlaşılmış ki, idman gününə həsr olunmuş, idman gününə təsadüf eləsin. 5 Mart'da olan final yarışı olacaq və töhfəmiz olacaq ki, yığma komandamız artıq liseyə təhvil olacaq. Uğurlarınız hər zaman bol olsun. Söhbətimizə davam eləyəcəyik Akif müəllimdən. İndi istərdim ki, növbəti rəqsi izləyək.
Geçeydi güzeldi Quba kızları, göz koyun bu güzel gül çiçeklere. Yeryüzünde tek değil Quba kızları, tabiat pay verir ter güzellere. Geçeydi güzeldir Quba kızları, göz koyun bu güzel gül çiçeklere. Yeryüzünde tek değil Quba kızları, gelen taşları var ay tek yüzleri, kaman kiprikleri, kara gözleri, baldadır şipşiri o şeker sözleri, ele bir melektir Quba kızları. Baldadır şipşiri o şeker sözleri, ele bir melektir Quba kızları. Alma yanakları, bal dudakları, ele bir melektir Quba kızları. Yeryüzünde tektir, arzu dilektir, etirli çiçektir Quba kızları. Alma yanakları, bal dudakları, ele bir melektir Quba kızları. Yeryüzünde tektir, arzu dilektir, etirli çiçektir Quba kızları. Yer şımaraldı, bakışı ceylan, bakanda sevinçten gözleri dolar. Quba güllerinin etrini alar, arzudur dilektir Quba kızları. Yer şımaraldı, bakışı ceylan, bakanda sevinçten gözleri dolar. Quba güllerinin etrini alar, arzudur dilektir Quba kızları. Gelen taşları var ay tek yüzleri, kaman kiprikleri, kara gözleri, baldadır şipşiri o şeker sözleri, ele bir melektir Quba kızları. Baldadır şipşiri o şeker sözleri, ele bir melektir Quba kızları. Alma yanaklıdır, bal dudaklıdır, ele bir melektir Quba kızları. Yeryüzünde tektir, arzu dilektir, etirli çiçektir Quba kızları. Alma yanaklıdır, bal dudaklıdır, ile bir melektir Quba kızları. Yeryüzünde tektir, arzu dilektir, etirli çiçektir Quba kızları. Alma yanaklıdır, bal dudaklıdır, ile bir melektir Quba kızları. Yeryüzünde tektir, arzu dilektir, etirli çiçektir Quba kızları. Çox sağ olun qızlar. Gözəl rəqsə görə elə fürsətdən istifadə edib Qubadan bizi izləyən balaca dostlarımıza çoxlu salam göndərirəm. Çox sağ olun qızlar. Minnətdaram rəqsə görə. Davam edirik Akif müəllimlə. Akif müəllim, gələcəyimiz adlandırdığımız bu gözəl balaların, yəni gənc nəslin daha hazırlıqlı, daha dünya görüşlü yetişdirilməsi üçün qeyd etdiyimiz kimi onların dərsdən kənar, yəni asudə vaxtlarının təşkili belə çox vacibdir. Amma az öncə də Təranə xanımla həmsöhbət olanda bildirdi ki, valideynlər burada əsas məsələdir. Çünki onlardır yönləndirən, istiqamət verən uşaqlara. İstərdim siz bu haqda geniş məlumat verəsiniz, yəni valideynlərə. Rəqs birinci sağlamlıqdır. İkinci gözəllikdir. İkinci milli ruhun saxlanmasıdır. Bir xalqın ki dili, mədəniyyəti yoxdur, deməli o xalqın özü də yoxdur. Biz millətimizin gələcəyini fikirləşib, ondan sonra yaradıcılığımızı, Azərbaycan ədəbiyyatını, Azərbaycan rəqslərini, Azərbaycan musiqisini saxlamaq üçün mütləq gərək uşaqlarımıza bunları əvvəlcədən öyrədək ki, gələcəkdə onlar özləri harasa bir yerdə oxuyanda, bir yerdə rastlaşanda, eləyəndə bilsinlər ki, biz Azərbaycanlıyıq, onlar Azərbaycanlı olduqlarını sübut eləyə bilsinlər. Valla bizim rəqs kollektivlərində bir neçə rəqs kollektivində işləmişəm. O rəqs kollektivində də uşaqlar gəlir, deyir ki, müəllim, mənim atam deyir ki, falan rəqs tezə çıxıb. Heç məlumatları yox. Uşaq deyir ki, yox, bu çoxdan ki, qədim rəqsdir, biz hindi çıxarmışıq. Hə, mən də heç eşitməmişəm. Ancaq deməli, eşitdirmək lazımdır, öyrətmək lazımdır. Bu bir.
İkinci, qamət məsələsi. Qamət deməli sağlamlıq üçün əsas məsələlərdən biridir. Əgər qamət düzsə, onurğa düz yanırsa, bir çox xəstəliklərdən insan azad olur. Qızlarımız artıq bilirlər, elə oturan kimi də, gələn kimi də düz otururlar ki, heç birində səhv olmasın, xəstələnməsinlər, sağlam olsunlar. Yaxşı uşaqlardır. Az müddətdə 4 ay rəqs üçün heç bir şey deyil. Çox azdır. Ancaq bu 4 ay ərzində bu qızlarımız 3-4 rəqsimiz var. Elə oğlanlarımız da var. İndi oğlanlarımızı getirməmişik. Oğlanlarımız da var. Onlarla bir yerdə bir 7-8 rəqs hazırlamışıq biz. Elə bunu özü böyük işdir ki, bu uşaqların özünün həvəsi, valideynlərin də deməli bizə stimul verməsi, biz də tərəfimizi saxlaması, uşaqlara deməli kömək olması çox yaxşı olub ki, belə bir nəticəni əldə eləmişik. Mən uşaqlarımıza da həmişə uğurlar arzulayıram və istəyirəm ki, bu rəqsi həmişə yaşasınlar. Ola bilsin ki, heç kim rəqqas olmayacaq, rəqqası olmayacaq. Təbii. Ancaq bir deməli bir şənlikdə, bir yerdə, bir yerə düşəndə mütləq o incə hərəkətlərlə düppədüz qəşəngcə oynayanda hamı deyəcək əhsən. Bax bu nəticə ilə. Mən uğurlar arzulayıram qızlar sizə. Və istərdim ki, bu gözəl balaları da tanıyaq. Sizinlə də tanış olaq. Başlayaq elə səndən. Mən Məmmədova Seyilcan, Quba Fritil məktəbindən gəlirəm. 13 yaşım var. Mənim ən çox marağım olan şeylərdən biri də voleyboldur. Salam, mənim adım Gülaydır, 12 yaşım var. Mənim rəqsə marağım var. Bununla yanaşı voleybolda çox sevirəm. Hamınızı salamlayıram. Adım Zəhradır. Quba Fritil liseyindən gəlirəm. 7-ci sinifdə oxuyub 12 yaşım var. Rəqsdən başqa kitab oxumağa da marağım var. İlk öncə hər kəsi salamlayıram. Mən Həsənova Ayan, Quba Fizika, Riyaziyyat və İnformatika təməllülü liseyin 6-cı sinif şagirdiyəm. Mənim kiçiklikdən bəri rəqsə çox böyük həvəsim var və eşitdim ki, belə bir layihə var. Mən bu rəqs bacarığımı daha çox inkişaf etdirmək üçün bu layihəyə qatılmışam. Rəqsdən də əlavə voleybol da çox sevirəm və bundan əlavə mən çox gözəl rəsm çəkirəm. Həm də bu rəsmləri çəkməyi daha da çox inkişaf etdirmək üçün üzərində daha çox çalışıram. Hər kəsə salam, mən Cəmayeva Ayşən. Quba Fritil liseyindən gəlirəm. Rəqslə yanaşı kitab oxumağı da çox sevirəm. Mən Quba Fizika, Riyaziyyat, İnformatika təməllülü liseyin 6 sinif şagirdi Sərkərova Səma. Rəqs etməklə yanaşı həm də ki, kitab oxumağı daha çox sevirəm. Mən Aytən Abışova, Quba Fizika, Riyaziyyat, İnformatika təməllülü liseyin 9A sinifində təhsil alıram və 4 aydır ki, Elm Clubs rəqs layihəsində iştirak edirəm. Rəqslə yanaşı voleybol oynamağı sevirəm, daha sonra kitab oxumağı sevirəm. Mən Əzizova Cəmilə, 9-cu sinif şagirdiyəm və 15 yaşım var. Quba Fritil liseyində təhsil alıram. Mən 4 aydır ki, Elm Club layihəsində iştirak edirəm. Mənim rəqslə yanaşı rəsm çəkməkdə marağım var. Mənim adım Nərgizdir, 11 yaşım var. Mən Quba Fizika, Riyaziyyat, İnformatika təməllülü liseyində təhsil alıram. Həmin liseyin Elm Clubs layihəsində iştirak edirəm, rəqs layihəsində. Mənim rəqsdən başqa əl işi düzəltməyə də marağım var. Eyni zamanda liseyimizin Bacarıqlı Əllər Dərnəyində də iştirak edirəm. Proqramımıza ayrılan vaxt sona çatır. Telman müəllim, əlavəniz var idi, buyurun. Və son olaraq mən bildirmək istəyirəm ki, yəni bizim belə layihəmizin məqsədi, əsas məqsədinin biri odur ki, şagirdlərimiz arasında ünsiyyət artsın. Yəni artıq şagirdlər indi bildiyiniz kimi müasir dövrdür, texnologiya inkişaflanan dövrdür, kompüter, telefon, dərslər bu vasitələ onlayn girdiklərinə görə bir növ ünsiyyət olmur uşaqlar arasında. Komanda şəklində işləməyi bacarsınlar. Bəli, bu klubların məqsədi, əsas məqsədimiz odur ki, uşaqlar biraz sosiallaşsınlar, biraz ünsiyyət artsın. Məqsədimiz odur və yenə də bir təkrarlayıram, sizi çox minnətdarım bildirirəm ki, bizi dəvət etmisiniz. Sizin rəhbərinizə minnətdarım bildirirəm. Yəni belə tez-tez dəvət etsəz biz iştirak edərik. Böyük məmnuniyyətlə. Gələn dəfə oğlanları da mütləq gətirər Sakit müəllim. Yaxşıdır. İnşallah. Əziz dostlar, sizi də tanımağıma çox şad oldum. Əylənin, öyrənin, enerjinizi, yəni belə səmərəli işlərdə istifadə edin, məşğuliyyətlərdə istifadə edin və sonda gözəl bir rəqsiniz olacaq, düzdürmü? Elə bu rəqslə də həm sizinlə qonaqlarımız, həm də ekran qarşısında əyləşib bizi izləyən dostlarımızla sağollaşırıq. Özünüzə yaxşı baxın. Sağ olun dostlar.
canıma köçür, yanğısı ruhuma, kanıma köçür. İstərəm ömrü qoynuna köçür, gözlərimin nuru, canım qara. İstərəm ömrü qoynuna köçür, gözlərimin nuru, canım qara. Şuşa dağlarının sirli dumanı sözsüz dillendirir tar kemanı. Şuşa dağlarının sirli dumanı sözsüz dillendirir tar kemanı. Azerbaycanımın nefesi kanım, döyünen yüreğim, yurdum Qarabağ. Azerbaycanımın nefesi kanım, döyünen yüreğim, yurdum Qarabağ. Döyünen yüreğim, yurdum Qarabağ. Gözlerimin nuru, canım Qarabağ. Senin yerin benim gözümün üstte, taleyler yazılır izinin üstte. Varlığın yurt salır sesimin üstte, gözlerimin nuru, canım Qarabağ. Varlığın yurt salır sesimin üstte, gözlerimin nuru, canım Qarabağ. Şuşa dağlarının sirli dumanı sözsüz dillendirir tar kemanı. Şuşa dağlarının sirli dumanı sözsüz dillendirir tar kemanı. Azerbaycanımın nefesi kanım, döyünen yüreğim, yurdum Qarabağ. Azerbaycanımın nefesi kanım, döyünen yüreğim, yurdum Qarabağ. Döyünen yüreğim, yurdum Qarabağ. Gözlerimin nuru, canım Qarabağ. Gözlerimin nuru, canım Qarabağ.